Axşamımız xeyir olsun. Bugün ayın 4-ü. Yayından sonra indi çəkiliş elədim. Dünənləri istədim bunu çəkəm. Bu əslində baba belə tünd üstə gəlir. Tünd bənövşə idi. Baba üstə görsənər rəngdə əslində. Çəkilişdə birinci belə gəlir. Bildiyimiz bənövşə rəngindədir. 5 ləcə üstün orada. Burada biraz səhrayı kimi görsənir. Axşam çəkilişi deyənə. Amma aslında baba bu cür nədir yaxınlaşdıranda. Bu bilmirəm nə güldür. Taxılın toxumlarının içində buğdadan çıxır. Sağlamlıqla, qıc olmaqla bağlı, təbətlə bağlı hər bir şey deyir. Əgər bilənlər varsa desin, neçə gündür qan analizi ilə bağlı. Kimsə bir ağlına yerləşib, səmimi olub, zəhmət çəksə bir yazsa, amma həqiqətən amma bilən yaxşı olardı. Qan donur, müxtəlif içkilər filan, dərman içkiləri filan. Mən o alınan dərmanları içmirəm, onu qabaqcadan deyim. Artıq neçələ arada istifadə gəl heç eləməyəydim, kimyəvi. Demək lazım, o da müəyyən inandırıblar ki, arada gör bunu eləsən yaxşı olar. Bunu qəribə güldür, güldən danışdım. Ümumiyyətlə həyatda anı yaşayan, çünki 100 il sonra, o ki bir söz var deyirlər, bilinmir nə olacaq, heç 10 il sonra, 5 il sonra, heç bir an sonra bilinmir. Ümumən, ümumiyyətlə yaşasan, tutalım ki, uzun ömür filan, artıq tamam başqa bir dövr. Necə ki, 100 il əvvəl təzə bir sosializm qurulanda dünyanın yarısında demək olar ki, 2-3 rejim fəaliyyət göstərirdi. Və bizim artıq həmin dövrdə babamızın babası sağ idi. Məsələn, 1925-də babamın, bilmirəm, babamın babası sağ idi, bəli, təxminən. Babamın babası sağ idi. Harca 30-cu illərəcən yaşayıb, dünyasını dəyişiblər. Sonra isə babamın ataları 2-ci Dünya müharibəsində, biz 2-ci Dünya müharibəsindən sonra 50-ci illərdə qədər yaşayıb. Sözüm odur ki, artıq heç kimə indiki bugünkündə biz yenə bilirik. Mən yenə araşdırmalarla tarixi və geoloji sulayla axırı bu kiçik yaşamdan keçdib görmüşəm, araşdırmışam. Cəmaət heç atasını tanımır burada. Yerli əhaliyə baxıram Bakıda və yaxud da digər şəhərlərdə, vilayətlərdə, hansısa vilayət mərkəzlərində. Öz elimizdə deyirəm, başa düşən düşdü. Deməli belə, yəni ki, bu anı sahib olmaqdır. Nə məqam, nə şöhrət, sullluq, müxtəlif zındıqlıqlardan bu axıra cəmiyyətin hamı bezib, yaxşı deyənlər zərgin olur. Hava da bugün günəşli keçdi, gündüzdür. Dəyərlər artıq o yüz görsənir, ulduzlar yenə 2-dənsi kometa ilə çıxıb və dünənki sakitdə axşam tərəfi möhtəşəm küləyi idi, qırmızı bulud yayılmışdı, bu isə lələyi var. Bu hələ indi bulud təzdən yayıldı, bu da onu göstərir ki, təbii surətdə nə yağış yağır, nə leysan. Yəni, xüsusi lazım onda drenajla bağlanır, o da, bu da bir çox məsələlər. Bu günün də adını bilən olsa deyər, günümüz uğurlu olsun, möhtəşəm bir gündə, yaxşı ki varıq, yaxşı ki varam.